Herkese salam. Bu videonu bütün sosial şəbəkələrdə paylaşacağım və ümumi olaraq belə bir fikir bildirmək istəyirəm. Deməli, bildiyiniz kimi bu buraxılış fənlərində birinci zona imtahanı həqiqətən çox çətin düşdü. Azərbaycan dilində istər, Azərbaycan dili suallar istər, Reddit-in açıq sualları, qapalı suallar yox, açıq suallar təbii ki. Və belə deyim ki, uşaqların vaxtı daha çox Azərbaycan dili, ingilis dili bilməm nəyə getdi. Redditə çox önəm verə bilmədilər. Açıq suallar üzərində heç düşünə bilmədilər. Mən bilirsiniz ki, həm repetitorluq fəaliyyətlə məşğulam, uşaq hazırlayıram. Sadəcə son günlərdə, məsəl üçün, mənim nəticələrim birinci zona üzrə, nəticələrim riyaziyyat fənni üzrə nəticələrim daha yüksək oldu. Nəinki digər fənlərdən. Yəni normalda məsəl üçün Azərbaycan dili daha yüksək olurdusa, məsələn, görmüşdük ki, Azərbaycan daha yüksək olur. Bu dəfə riyaziyyat fənni mənim şagirdlərimdən nəticəsi daha yüksək oldu. Düzdür, riyaziyyat fənni məsəl üçün digər fənlər yüksək olub, riyaziyyat aşağı olan da oldu, amma 80% uşağın nəticəsi, riyaziyyat nəticəsi yaxşı oldu. 20% uşağın nəticəsi qənaətbəxş. Təbii ki, zəif yazan şagirdlər də oldu, hansı ki, 3-cü qruplar uşaqlar. Yəni heç bir müəllim deyə bilməz ki, mənim bütün şagirdlərim %100 fulluyurlar, yəni möhtəşəm şəkildə yazırlar. Sadəcə məni bir balaca narahat edən səbəb nədir? Valideyn uşağı gətirir yanına qoyur növbəti il üçün, 2026-2027-ci tədris ili üçün. Ey hörmətli müəllimlər, siz nə qədər desəz də ki, uşağınızı o müəllimin yanına qoymayın, uşağınızı o müəllim öyrətməsin, amma mənim nəticəm göz qabağındadır. Bugün 4-cü qrup uşağı əgər OTK-dan 40 bal, 50 bal sınaqlarda toplayanda evdə ailəsi sevinir ki, yes, bu uşaq nəsə bir şey yığıb, nəsə bir şey riyaziyyatdan göstəribsə, əgər o gedir sınaqda 75, 76, 79 bal toplayırsa və bu bir ayın içində baş verirsə, bu heç kimin uğuru deyil, bu mənim uğurumdur. Uşağınızı onun yanına qoymayın. Bu cümləni son vaxtlar çox eşidirəm. Deməli, mən haradasa inkişaf etmişəm ki, mənim nəticələrim onları bu qədər narahat edir ki, artıq valideynlərə təsir göstərməyə çalışırlar. Amma mən bir sual vermək istəyirəm buradan o mənim haqqımda danışanlara. Əgər bir müəllim həqiqətən doğrudan da zəifdirsə, niyə onun haqqında danışmağa ehtiyac duyulur? Doğrudan da əgər zəifdirsə. Məsələn, mən indiyə qədər çıxıb həssə bir sosial şəbəkədə filan müəllim belədir, filan müəllim belədir, o müəllim zəifdir, bu müəllim zəifdir, danışmamışam və təbii ki, danışa da bilmərəm. Və inanın ki, inandırım sizi, nəticə həmişə ortada olur. Yəni mən sonda sözümü nəticə ilə deyirəm. Və mənim nəticəm nədir? Uşaqlar riyaziyyatı başa düşürlər, nəticələri yüksəkdir, istədiyi ali məktəblərə qəbul olacaqlar. Qalan fikirləri isə artıq siz özünüz qiymətləndirin. Çünki sonda qərarı söz yox, nəticə deyir. Mən həmişə nəticə ilə danışmışam. Hansı ki, valideynlərdə deyirəm ki, sizin yanınızda o sözlər deyənlərin yanında uşağınızın nəticəsini göstərin. Sübut kimi uşağınızın nəticəsini göstərin. Valideyn deyir, müəllimə, onsuz da ehtiyac yoxdur, mən status uşağımın nəticəsini paylaşırım və onlar görürlər. Və bu nəticəni görə bunlar bu qədər söz danışırlarsa, yenə deyirəm, o doğru danışmaq biraz vicdan işidir. O vicdanda hər kəsdə olmur, hər kəsə qismət olmur. Və mənim yanımda olan uşaqlar şahiddir, bir Allah şahiddir. Bir o uşaqlar şahiddir və bir də mənimlə bərabər bu evdə yaşayanlar şahiddir ki, mən o uşaqları necə zülm çəkirəm, can yandırıram. Mən o uşaqları hansı səviyyədən, hansı səviyyədə qaldırıram. Mənim yanıma gələn uşaqlar 4-4'lü uşaqlar deyil. Mənim yanıma gələn yandırmalar. Mənim yanıma gələn uşaqlar hamısı reisdə mükəmməl bilən uşaqlar deyil. Məsələn, elə müəllim var, elə uşaq var, gedir başqa bir riyaziyyat müəllimi yanına deyir, yox, sən çox zəifsən deyir, çıxardır. Amma mən o uşaqları götürüb, sıfırdan götürüb, məsəl üçün 10 ballıq uşağı götürüb 50 bala qaldırıram ən azından. Yəni, kəsib atmıram ki, yox, sən heç nə öyrənə bilməzsən. 40 ballıq uşağı qaldırıram 70 bala. 50 ballıq uşağı qaldırıram 90 plus bala. Yəni bu, sonda nəticəni, qərarı uşağın nəticəsi deyir. Məsələn, mən bu il gözləyirəm ki, mənim uşaqlarım həqiqətən universitetə qəbul olacaqlar. Hətta onlardan neçəsi mənim kimi riyaziyyat və informatika müəllimi olacaqlar. Və hətta mən demişəm ki, müəllimlərin işə qəbulunda inşallah o uşaqları yenə özüm MİQ imtahanına hazırlaşdırıb, onları belə deyim, yönləndirəcəyim, hər cəhətdən yönləndirəcəyim. Siz danışın. Sizə bol-bol söhbətlər. Diqqətinizə görə sağ olun.